Siz İsraillə dostsuz, biz sizi qəbul etmirik deyir. Siz savadsızlığın dərəcəsinə baxın. Siz də erməni ilə sevişirsiniz də, onda biz də sizi qəbul eləməyək də. Yox, bu çox normal yanaşırıq. Öpüşürsüz demirəm, siz ermənilərlə sevişirsiniz. Amma biz İsraillə hansısa bir şəkildə əməkdaşlıq eləyə bilmərik. Niyə eləyə bilmərik? Siz mi qadağa qoyacaqsınız onu bizə? Sizin puanınız mənim qardaşlarımın başına yağıb onları şəhid eləyib. Mən səni dəstəkləməyəcəm. Bir ömür də bundan sonra dəstəkləməyəcəm. Mənim soydaşım bilirsiniz kimdir? 1-ci Qarabağda keçmiş məcburi köçkünlərimə kömək eləyən, dayanın sizə xəbər eləyəcəm deyib Araz çayında saatlarla onları ayaqyalın gözlətdirən deyil. Yaxşı şey etmisinizsə sağ olunu demişik 1000 dəfə buna görə. Şər atmayın bizə. Bizə şərt qoymayın. Siz niyə Amerika ilə əməkdaşlıq eləyirsiniz? Əcəb eləyirik, əməkdaşlıq eləyirik. Dünyanın böyük gücünün bugün Azərbaycanla əməkdaşlıq maraqlı olması bizim ölkə olaraq gücümüzdür. Amerikaya cavab verin də, İsrailə cavab verin də. Təl-Əvivdə 2 dənə binanı vurmaqla deyil cavab. Bir-bir dənlədilər sizin rəhbərlərinizi, bir-bir. Birini yatdığı yerdə vurdular, birini uzandığı yerdə vurdular, birini oturduğu yerdə vurdular, birini qaçdığı yerdə vurdular, birini uçduğu yerdə vurdular. Cavabın verin, Bakı, Azərbaycan, Bakı. Tamam da başa düşdük, başa düşdük. Siz bizi çəkə bilmirsiniz, biz anladıq, biz bunu başa düşdük, gözəl anlayırıq. Qorxursunuz Azərbaycanın gücündən, vallahi da, billah da bilirik. O cizgi filmi raketləriniz var, birinin istiqamətini biraz düzəldin də İsrailə tərəf. Niyə eləyə bilmirsiniz? Çünki qorxursunuz, siz elə yerləri vurursunuz ki, İsrailin sizə cavabı ağır olmasın. Amma İsrail də etdiyini etdi də. Dini liderimiz Xameneini belə bir günün içərisində fatihəsini verdi də. Müçtəvada hələ ortalıqda yoxdur. Sağdımı, öldümü, qaldımı, aparatdadımı, aparatdan çıxıbmı? Siz bunun hesabatını verin, durub burada gündəm axtarsınız, gündəm. Mən elə özüm gündəməm də, nə gündəm axtarıram ki? Ən çox axtarılan adlardan biridir Səidə Bəkir Qızay xanım. Mən cəmaata gündəm verirəm, mənə gündəm lazım deyil. Ay gündəm, sabaha bir dənə də gündəm sən tapaysan. Yaxşı?